Dostlar, oyunda komanda yoldaşlarınıza çox vaxt toksik deyirsiniz. İndi bir qızın yaratdığı bu klaviaturaya baxın, çünki bu qurğu sözün əsl mənasında radioaktivdir. Bəli, o adi plastik klaviatura düymələrini zibilliyə atıb və yerinə əsl urandan hazırlanmış vas düymələri düzəldib. Təsəvvür edirsiniz, uran. Proses belə olub, o uranı əzərək toz halına salıb, qatranla qarışdırıb və xüsusi qoruyucu qatla örtüb ki, şüalanma olmasın. Amma ən dəhşətli məqam odur ki, sən oyun oynadıkca, o düymələri həyəcanla basdıqca, həmin qoruyucu qat yavaş-yavaş silinir. Yəni nə qədər çox ki, S və ya PUBG oynasan, barmaqlarının radiasiya alma riski bir o qədər artır. Oyunda rəqibə uduzmaq bir yana, real həyatda şüalanmaq kimin ağlına gələrdi? Sizcə bu qız dahi ixtiraçıdır, yoxsa sadəcə diqqət çəkmək üçün ağlını itirir? Öz fikirlərinizi mütləq rəylərdə yazın və daha çox belə qeyri-adi faktlar üçün kanala abunə olmağı unutmayın.